Dəfələrlə bunu valideynlərə qeyd edirik. Uşaqlara bizim birinci növbədə verdiyimiz bu 5 il müddətində, 6 il müddətində verdiyimiz ən böyük onlara verdiyimiz xeyrimiz onların sosiallığı və özgüvənidir. Uşaq məktəbə gedəndə özgüvənlə o çıxış edəndə siz şərt təchizmişkən hər şeyi bilmək deyil. Əgər o vəziyyətdən çıxmağı bacarmırsa, günün bugün uşaqları hamımızı işə götürəndə birinci məntiqini yoxlayırıq. İnsanların vəziyyətə uyğun. Düzdür, bizdə məntiq biraz başqa cür gedir, amma normalda dünya səviyyəsində insanların vəziyyətə verdiyi reaksiyadan işə götürürlər ki, bu necə reaksiya verəcək? Baxın, bunu məktəb müəllimləri də, indi bizim uşaqlarımız da artıq böyükdür, onlar məktəb müəllimlərimiz də dəfələrlə bizə ibtidai sinif müəllimləri ifadə edir ki, valideynlərə başa salın. Bu uşaqları, yəni get-gedə yaş həddi azalır, 5 yaş yarım artıq oturur məktəbə hazırlıqda. Uşaqdırlar, balacadırlar. Biz deyir burada, yəni biz ayaqqabı bağlamaq öyrədirik. Biz deyir uşağı, yəni dərs qalıb qırağa, biz tamam başqa işlərlə məşğuluq. Həqiqətən də bunu məktəbdə bunları vaxt yoxdur, imkan yoxdur.